Sınaq altının izahına başlayırıq. Azərbaycan, müstəqil Azərbaycan Respublikası 20-ci əsrdə. Konstitusiya Məhkəməsinin deməli müstəqil Azərbaycan Respublikası 20-ci əsrdə daxili siyasət, xarici siyasət. Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci il cavab kimi götürülə bilər. Senzuranın ləğv edilməsi 1998-ci il. Prezident vəzifəsinin təsis edilməsi 1990-cı ildir. Müstəqil Azərbaycan Respublikasına aid deyil, Azərbaycan SSR dövrünə aiddir. 1A-cı xarici siyasət. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə çevrilməsi 21-ci əsrdir. NATO'nun sülh naminə tərəfdaşlıq proqramının qəbul edilməsi 1994-cü il bəli qəbul edilməlidir. Bir də Yeni Avropa üçün Xartiya 1999-cu il qəbul edilməlidir. 1A-cı, 2B-cı, 1A-cı, 2B-cı. Cavab burada 1A-B, 2B-cı. Cavab burada B variantı. İkinci sual. 2022-ci ildə baş vermiş hadisələri müəyyən edin. Azərbaycan ordusu tərəfindən qisas əməliyyatına həyata keçirilməsi bəli, düzdür. Qarabağ Dirçəliş Fondunun yaradılması 2021-ci ildir. Giləvir su elektrik stansiyasının belə deyək, istifadə verilməsi 2021-ci ildir. Məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıtması bəli. Cavab burada 1-4 B variantı. Növbəti sualımız, Vətən müharibəsi və ya 2-ci Qarabağ müharibəsi dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində keçilməz sayılan Ohayan səddi məhv edildi, düzdür. Hadrut tamamilə işğaldan azad edildi, düzdür. Düşmənin Tovuz istiqamətində hücum əməliyyatları qarşısı alındı. 2022-ci ilin iyul ayınadır. Cavab qəbul edilə bilməz. Naxçıvanın bir sıra ərazilərinin azad edilməsi 2018-ci il. Yəni 2-ci Vətən müharibəsi 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilə qədər olan dövrə əhatə edir. Cavab burada 1-2 A variantı. Üçüncü sual burada deməli dördüncü sualın cavabı A variantı. Növbəti sualımız 5-ci sual. 21-ci əsrdə Azərbaycan mədəniyyəti sahəsində baş vermiş yeniliklərə aiddir. Aid olmayanları müəyyən edin. 21-ci əsrdə Azərbaycan mədəniyyəti sahəsində baş vermiş yeniliklərə aid olmayanları müəyyən edin. Aid olmayanlar. Bakıda muğam festivalının keçirilməsi, bəli 2009-cu il qəbul edilməlidir. Tələbə qəbul üzrə Dövlət Komissiyasının yaradılması 1992-ci il. Fəaliyyətə başlaması. Türkson yaradılması 93-cü il. Cavab burada 2-3 B variantı düzdür. Qanunlarına baxın. Elm haqqında qanun 2016-cı il. Birinci Avropa oyunları 2015-ci il. Cavab burada B variantı 2-3. 6-cı sual deməli 2022-ci il Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan hadisəni müəyyən edin. 2022-ci il Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan deməli əvvəlki dövrə aid olmayanı. Deməli günlük əməliyyatın həyata keçirilməsi düzdür. 2018-ci il aiddir. Talış kəndi ətrafında yüksəkliklərin azad edilməsi 16-cı il aiddir. Düşmənin təxribata alarkən General Mayor Polad Həkimovun qəhrəmanca şəhid olması 2020-ci il aiddir. Lələpə yüksəklik Azərbaycan Silahlı Qüvvələri nəzarətına keçirilməsi aiddir burada. Kəlbəcərin strateji müdafiə Murovdağ zirvəsinin azad edilməsi 2020-ci ildir. Bəli, 2-ci Vətən müharibəsinin dövrünə aiddir. Cavab burada Y variantı. Növbəti sualımız 7-ci sual. Heydər Əliyevin 2-ci prezidentlik dövrü, İlham Əliyevin 2-ci prezidentlik dövrü. Heydər Əliyevin 2-ci prezidentlik dövrü 1998-2003-cü illəri əhatə edir.
1998-2003-cü illər. İlham Əliyevin ikinci prezidentlik dövrü, deməli birinci prezidentlik dövrü 2003-2008, 2008-2013-cü illəri əhatə edir. Deməli beləliklə burada Heydər Əliyev ikinci prezidentlik dövründə deməli Bakı Subsa kəmərinin istifadəyə verilməsi, bəli, cavab kimi götürə bilər. 1999-cu ildə Azərbaycan Respublikasının qoşma hərəkətinə tam gücünə qəbul olması xeyr, bu İlham Əliyev prezident dövrünə aiddir. İlk bələdiyyə seçkilərinin keçirilməsi 1999-cu ilin dekabrı. Dünya Azərbaycanlarının qurultayının keçirilməsi həm Heydər Əliyevin ikinci prezidentlik dövründə, həm İlham Əliyev prezidentliyi Dünya Azərbaycanlarının belə deyək qurultayları keçirilmişdir. Deməli D variantı. Konstitusiya əlavə dəyişikliklər həm Heydər Əliyevin ikinci prezidentliyi dövründə 2002-ci ildə, həm də İlham Əliyevin belə deyək ikinci prezidentlik dövründə olmuşdur. Cavab burada E bəndi olacaq. Beləliklə cavab burada 1'ə gedəcək acı, 1 acı, 2 deməli 2'ye gedəcək cavab burada B bəndi olacaq. Oxşara isə gedəcək D bəndi, cavab A variantı. 2020-ci ilin oktyabrında Azərbaycan və Türkiyə dövlət başçılarının açılış mərasimində iştirak etdiyi beynəlxalq hava limanının deməli yerləşdiyi deməli şəhərin xəritədə müəyyən edin. 2020-ci ilin oktyabrında deməli cavab burada Füzuli rayonu idi və Füzuli rayonu xəritədə 3 rəqəm ilə göstərilmişdir. C variantı. 9-cu sual Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr olduğu dövrdə baş verməmişdi. Sədrə Dilövcü Ümid Körpüsünün açılması aiddir. 92-ci ilin may İran İslam Respublikası ilə əlaqələr mövcud idi. Naxçıvan Muxtar Respublikasının adından Sovet sosialist sözlərinin götürülməsi 1991-ci il 5 fevral tarixində olmuşdur və cavab C variantı Heydər Əliyevin belə deyək də Muxtar Respublikaya aid rəhbərlik dövründə baş verməmişdir. Rusiya hərbi qüvvələri 92-ci ilin avqustunda aiddir. Yeni Azərbaycan Partiyası 92-ci ilin noyabrında aiddir. Cavab burada C variantı. Cədvəldəki hansı hadisələrin yerini dəyişdirilərsə xronoloji ardıcıllığı. Ölüm hökmünün ləğv edilməsi 1998. ATƏT-nin Minsk qrupu həmsədrlər təsisatı 1994. Bakı Tiflis neft kəməri, Ceyhan neft kəməri çəkilməsi sazişi 1999. Azərbaycan Respublikasının NATO'nun Parlament Assambleyasının asosiyalaşdırılmış üzvlüyünə qəbul edilməsi 2002-ci il. Beləliklə cavab burada biz qəbul etməliyik. Deməli qəbul etməliyik burada 10-cu sualda C variantını 1 ilə 2'nin yerini dəyişdirib uyğun cavab alınır. 11-ci sual. Deməli 2023-cü ildə 19-20 sentyabrında Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində deməli burada Azərbaycan İran sərhəddində deməli nəzarət tamamilə keçirildi, tamamilə təmin edildi. Xeyr, artıq həmin dövrdə artıq Azərbaycan belə deyək İran sərhədi tam Azərbaycan Respublikasının nəzarətində altında idi. Zəngilan rayonu azad edilməsi ilə Əskərən qəsəbəsi düşməndən azad edildi. Bəli, düzdür, cavab kimi götürməlidir. Daşaltı kəndi ermənilərdən deməli azad edildi. Daşaltı kəndi artıq azad edildi. Xeyr, azad edilmişdir. Şuşa azad olunan dövrdə bölgədə qanunsuz fəaliyyət göstərən xunta rejiminə, yəni Qondarma Dağlıq Qarabağ rejiminə son qoyuldu. Bəli, cavab burada 2-4 Y variantı. Növbəti sualımız 12-ci sual. 2023-cü il sentyabrın 19-da Erməni silahlı birləşmələrinin terror aktı törətdiyi rayonu xəritədə göstərin. Həmin dövrdə Xocavənd rayonu ərazisində belə bir terror aktı törədilmişdir və Azərbaycanın hərbçilərinin bir neçəsi orada həlak olmuşdur. Cavab burada 3 Xocavənd rayonu xəritədə.
13-cü sual 1992-ci ildə SSR-nin əmlakının bölüşdürülməsi ilə bağlı müqavilə bu ölkədə imzalanmışdır. Vətən müharibəsindən sonra Füzulidə bu dövlətin maliyyəsi ilə bir nömrəli tam orta məktəb inşa edilmiş göstərilənlər aiddir. Özbəkistan Respublikasına aiddir və hətta Özbəkistan Respublikasının prezidenti Şövkət Mirzəyev bu məqsədlə Azərbaycana səfərdə olmuşdur. Cavab C bəndi. 14-cü sual Vətən 2-ci Qarabağ müharibəsindən sonraki dövrdə baş verən hadisə deyil. Türkiyə Respublikası ilə Şuşa bəyannaməsi imzalanmışdır. Bəli, 2021-ci ildə. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəkliyinin azad edilməsi 2018-ci ildir. Cavab burada B variantıdır. Deməli, Yaşad fondu bəli, Vətən müharibəsindən sonra görülmüşdür. Ağdamda Rusiya-Türkiyə monitoring qrupu düzdür. Azərbaycan Respublikasının 14 iqtisadi rayonu ibarət yeni bölgü düzdür. Cavab B variantı. Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olduğu, Azərbaycan Respublikasının ilk daxil olduğu təşkilat İslam Konfransı Təşkilatı 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir. 91-ci ilin sentyabrın 3-də. Gəncə şəhərinin adı bərpa edilmişdir. 89-cu il cavab ola bilməz. Xocalı faciəsi 92-ci il. Gəncədə hərbi qiyam 1993-cü il. Əbülfəz Zülfüqar prezident seçilmişdir. 92-ci il cavab burada A variantı. Növbəti sualımız daha sonra baş vermişdir. Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidentinin seçilməsi. Deməli, 2017-ci il. 2017-ci il. Heydər Əliyev fondunun yaradılması 2004-cü il. Azərbaycan Respublikasının qoşulma hərəkatına tam hüquqlu üzvlüyünə qəbul olunması 2011-ci il. İlham Əliyevin Aşpan Avropa Şura Parlament Assambleyasının vitse-prezidenti və qurumun bürü üzvlüyünə seçilmişdir 2003-cü il. Bakıda Dünya Azərbaycanlıların 3-cü qurultayı 2011-ci il. Beləliklə 16-cı sualda cavab burada A variantı. Azərbaycan Respublikasının 17-ci sual Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərin ikinci yarısına aiddir. Yəni 95-dən sonra. Aid deyil. Üzr istəyirək, biraz dəqiqləşdir. Aid deyil. Deməli, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi 1997 aiddir. Konstitusiya Məhkəməsi 1998-ci il. Dövlət Neft Fondunun təsis edilməsi 2002-ci il 3-dür cavab burada. Dövlət gerbinin təsdiq edilməsi bəli, cavab kimi görülməlidir. 90-cı illər birinci yarısındadır. 3-dür. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsi 90-cı illərdə ikinci yarısına Bakı-Tbilisi neft kəməri. Beləliklə 17-ci sualın cavabı burada götürməliyik. D variantı 4-5. Dövlət Neft Fondunun təşkil edilməsi, 99-cu ildir. 99-cu il üstü, 99-cu ildir. Cavab burada 4-5 D variantı. Bakı-Ceyhan Tbilisi neft kəməri 2002-ci ildə istifadəyə verilmiş dövlət gerbidə 90-cı illərin birinci yarısında. 18-ci sualın cavabı deməli Qarabağ münaqişəsi. Birinci Qarabağ münaqişəsi, ikinci Qarabağ münaqişəsidir. Qarabağ müzisi adlanan əməliyyatın həyata keçirilməsi bu birinci Qarabağ müharibəsi dövrünə aid deyil, ikinci Qarabağ müharibəsi dövrünə aiddir. Horadiz qəsəbəsinin azad edilməsi bəli düzdür 94-cü ildə. Ermənistanın Gədəbəy rayon anklavı başkəndin ermənilərdən təmizlənməsi bəli 91-ci ildə 1B-C gedəcək burada. İkinci Qarabağ müharibəsində gedəcək. Quvadın azad edilməsi ilə Azərbaycan-İran sərhədi tamamilə ordumuzun nəzarətində Xerzəng ilanın azad olması ilə Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının 2-ci Qarabağ müharibəsi dövründə deyil, sonraki dövrdə antiterror əməliyyatı 2003-cü ildə olmuşdur. 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Su qovşağının azad olması bəli, ilk azad olunan ərazidə Qarabağ müharibəsi dövründə cavab burada D variantı. Növbəti sualımız 19-cu sual gəlir. Deməli, müvafiq olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və İlham Əliyevin ilk xarici səfərlər təşkil etdiyi ölkəni göstərin. Heydər Əliyevin ilk səfər etdiyi ölkə Fransa Respublikası 93-cü ildə,
İlham Əliyevin ilk səfər etdiyi xarici ölkəsi 2003-cü ildə İsveçrə olmuşdur. Cavabcı variantı. 1991-ci ilə aid olmayan 1920-ci sual 1991-ci ilə aid olmayan hadisələri müəyyən edin. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi haqqında bəyannamə 91-ci ilə aiddir. Azərbaycan Komünist Partiyasının buraxılması 91-ci ilə aiddir. Müstəqil Dövlətlər Birliyinin yaradılması 91-ci ilə aiddir. Prezident vəzifəsi belə deyək 1990-cı ildə təsis edilmişdir. Azərbaycan Respublikasının müstəqil Rumıniya tərəfindən tanınması 1991. Yalnız burada sual cavabı D variantı. 21-ci sual hadisə nəticə əlaqələrinin yanlış variantını göstərin burada. 21-ci ildə Budapeşt Şuşa bəyannaməsi 1921-ci ildə imzalanmış Qars müqaviləsində sadəlövh sübut etdi. Düzdür. 1994-cü ATƏT-in Budapeşt samiti Minsk qrupu təsis edildi. Düzdür. 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi Qarabağa bağlı iddiaları ifşa etdi. Düzdür. D variantı 2023-cü il Brüssel görüşü Ermənistan Azərbaycan arası bütövlüyünü tanığı rəsmən bildi. Bəli. 96-cı ildə Lissabon samiti 9-7-ci sayılı düzəlişin fəaliyyətinin hər il dayandırılmasına bağlı bəyanat qəbul etdi. Səhvdir, bu ABŞ tarixində olan hadisədir. Cavab burada 20-ci sual Y variantı. Növbəti sualımız 22-ci sual 2000 verilmiş bəndlərdə hansı sual işarəsini yerinə uyğun gəlir? 2002-ci il, 2009-cu il Dünya Azərbaycanlıların qurultayı deyil. 2001-ci ildə keçirilib. Prezident seçkiləri 2003-cü ildə keçirilmişdir. Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatlar baş tutmamışdır. Konstitusiya əlavə dəyişiklikləri edilməsi bəli, həm 2002-ci ildə, həm də 2009-cu ildə Azərbaycan Respublikasının konstitusiyasına əlavə dəyişikliklərlə bağlı referendum keçirilib. Cavab burada D variantı. E variantı İslam həmrəyliyi oyunlarına ev sahibliyi etməsi xeyr, belə bir cavab yoxdur. 23-cü sual. 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aiddir. 23-cü sualda. Deməli, Daşaltı əməliyyatının uğurlu həyata keçirilməsi xeyr. 1-ci Qarabağ müharibəsi dövründə Daşaltı əməliyyatı uğursuzluğa düçar olmuşdur. NATO'nun Şimali Atlantik Əməkdaşlıq Şurasına qoşulması bəli 1994-cü ildə belə bir deməli Azərbaycan Respublikası təşkilatla əlaqələr qurmuşdur. Xocalı Ədalət Beynəlxalq Maarifləşdirmə Kampaniyası 1-ci Qarabağ müharibəsində baş verməmişdir. Cavab oluna bilməz. Dağlıq Qarabağ münaqişəsinin ATƏM-in müzakirəyə çıxarılması bəli. 2002 cavab 4 burada. 2-4. 2-ci Qarabağ müharibəsinə aid doğru bəndi müəyyən edin. 24-cü sual. Deməli, Şuşaya əsas hücum əməliyyatının Hadrut Qırmızı Bazar yolu həyata keçirilməsi. Doğru bəndi deyir, müəyyən edin. Orada xeyr, cavab ola bilməz. Yalançı hədəf kimi istifadə edən təyyarələr vasitəsilə düşmən hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi. Bəli, düz götürə bilərik. Azərbaycan ordusu tərəfindən BMT-nin icra olunmayan qətnamələr yerinə yetirilməsi. Bəli. BMT-nin Qarabağla bağlı, işğal olmuş torpaqlarla bağlı 4 qətnaməsini heç biri icra olunmadı. Azərbaycan ordusu həmin qətnamələri icra etdi. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı Ermənistana dəstək verməsi xeyr, dəstək verməmişdir. Düşmən tərəfindən Gəncədə yerləşən hərbi obyektləri atəşə tutulması 2-ci Qarabağ müharibəsi dövründə bəli. Deməli, 23-cü sualda cavab burada 2. Deməli, 2014-nə aid doğru bəndi tapın. 2, 1 də 4. 2, 4. Burada 3-cü sual. Deməli, 23-cü sualda 3, 2, 3. 24-cü sualda 2, 3. 24, 2, 3'dür burada cavab. 2, 3. Kollektiv təşkilatı müqaviləsi Ermənistanın dəstək verməsi, dəstək vermədi. Düşmən tərəfinin Gəncə hərbi obyekti yerləşir. Hərbi obyektlər deyil, mülki obyektləri. Cavab burada 2, 3. Növbəti sualımız xəritədə iştiraklanmış rayonların bağlı ümumi cəhətləri müəyyən edin. Deməli, bu rayonlardan biri Laçın rayonu, Kəlbəcər və belə deyək də digər rayonumuz isə digər rayonumuz burada Ağdam rayonudur. Kəlbəcər və Ağdam rayonu. Bir rayon mərkəzləri 1993-cü ildə işğal olunmuşdur. Bəli.
Deməli 25-ci sualda demişəm ümumi cəhətləri müəyyən edin. Kəlbəcər rayonu ilə Ağdam rayonu. Kəlbəcər rayonu, Ağdam rayonu. Deməli, rayon mərkəzləri 1993-cü ildə ermənilərdən işğal olunmuşdur. Aprel döyüşləri zamanı rayon mərkəzləri 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Yox, mən biləm bu xəritədə verilmişdir. Baxın, ərazilərdə erkən orta əsrlərin abidələri vardır. Bu, mən bilən Laçın, Kəlbəcər, Laçın vardır. Bu, Kəlbəcər yox, Laçın rayonudur. Kəlbəcər rayonu. Dəqiqləşdirə bilir, Ağdam rayonudur. Bu, Laçın rayonu. Laçın rayonu bir də Laçın rayonu bəli, Laçın rayonu üzr istəyirik. Laçın rayonu ilə Ağdam rayonu. Rayon mərkəzləri 93-cü ildə işğal olunmuşdur. Xeyr. Laçın rayonu mərkəzi 1992-ci ildə işğal olunmuşdur. Cavab götürülə bilməz. Aprel döyüşləri zamanı ərazilərin bir hissəsi azad edilmişdir. Bəli, cavab kimi götürmək olmaz. Xeyr, Aprel döyüşləri Laçına aidiyyatı yoxdur. Ərazilərə erkən orta əsrli abidələr var. Bəli, düz götürmək olar. 2023-cü ilin noyabrında üç tərəfli bəyanatdan sonra işğaldan tamamilə aşğal olmuşdur. Bəyanatdan sonra tamamilə işğaldan azad olunmamışdır. Azad olunmuşdur, bəli. Ərazilərində Türkiyə, Rusiya birgə monitoring qrupu fəaliyyət göstərmişdir. Xeyr, cavab burada 3, 4. Növbəti sualımız Azərbaycan xronoloji müəyyən edin. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlığı Təşkilatına qəbul olunması 1992-ci il, Dədə Qorqudun 1300 yubileyi 2000-ci il, İpək yolunun bərpa üzrə Bakı bəyannaməsi 1998, Bakı Novorodski kəmərinin istifadə verilməsi 1997. Beləliklə cavab 26-cı sual 1, 4, 3, 2, 1, 4, 3, 2 cavabdır. 27-ci sual Heydər Əliyevin deməli demokratik dövlət quruculuq fəaliyyəti ikinci mərhələ və üçüncü mərhələ. Birdə deməli birinci şərtdə irəli sürülür. İkinci mərhələ, ikinci variantda üçüncü mərhələ irəli sürülür burada. Deməli ikinci mərhələ deməli burada gedəcək burada konstitusiyanın yaradılması, hakimlərin xüsusi test imtahanından keçirilməsi, təcrübəsi xeyr. Sədrək dili ucu, bu da ola bilməz. Heydər Əliyev demokratik dövlət quruculuğunda 1C gedəcək Konstitusiya Məhkəmə Komissiyasının yaradılması, yəni burada nəzərdə tutulur 1993-97-ci illər 1C variantı. Sonra senzura ləğv edilməsi artıq ikinci mərhələyə gedəcək orada 2-yə deməli 97 növbəti mərhələlər olacaq. Gedəcək burada 2-yə gedəcək A variantı, bir də senzura ləğv edilməsi D variantı. 1C, 2A-dır. Mənbə suallar istiyorsa sualı Heydər Əliyev ATƏT-in 1990-cı ilin noyabrın 18-də keçirilən zirvə toplantısında Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis edilməsi təşəbbüsündə çıxış etdi. Bu paktda dövlətlərarası münasibətlərin habelə münaqişələrin aradan qaldırılması prinsipial əsasları təsbit edilməli idi. Ona əsasən regionda xarici hərbi qüvvələr çıxarılmalı, təcavüzə, etnik təmizləmələrə, separatizmə son qoyulmalı, ikili standarda yol verilməməli idi. Mənbədə göstərilən zirvə görüşünün keçirildiyi şəhərin adı yazın, İstanbul şəhəri. Mənbədə zirvə toplantısında iqtisadi sahədə ölkəmiz üçün qəbul edilmiş mühüm qərarı yazın. Bakı, Tiflis, Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş imzalanmışdır. 30. Mənbədə deməli bəhs edilən ölkə rəhbərinin ikinci prezident dövründə Azərbaycan Respublikasının xarici siyasətində 2 tədbirini yazın. Deməli NATO ilə əməkdaşlığın genişlənməsi, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi və yaxud Amerika Konqresi tərəfindən Azərbaycana tətbiq edilən 907-ci düzəlişin hər il dayandırılması götürmək olar.